Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz şagirdlər və abituriyentlər. Mən Balay Səlim Kərimoğlu sizləri Bakı şəhəri Ziya Bünyadov prospekti 7A ünvanında yerləşən mənə məxsus olan Fizik Riyaziyyat studiyasından, Fizik Riyaziyyat Hazırlıq Mərkəzindən salamlayıram. Və bu nömrə ilə 070 mobil operatorlarından 337 59 51 mobil nömrəsi ilə əlaqə saxlamaqla bizim hazırlıq mərkəzində həm Azərbaycan, həm Rus bölməsində olmaqla fizik riyaziyyat fənlərindən ali məktəblərə çox uğurlu və müvəffəqiyyətlə hazırlaşa bilərsiniz. Həm qrup şəklində, həm video formatda, onlayn olaraq, həm fərdi olaraq bizim dərslərimizə bu nömrə ilə əlaqə saxlamaqla qatıla bilərsiniz, qoşula bilərsiniz. Bugünkü dərsimizdə də fizikaya aid olan və sizin istəyinizə adekvat olan bir test tapşırığına həsr edilmişəm. Test tapşırığının məsələnin mahiyyəti isə aşağıdakından ibarətdir. Deməli, ideal qazın VT koordinat sistemində, yəni onun həzmi və mütləq temperatur koordinat dokları sistemində absorfunda onun həzmi göstərilmişdir. Oradan dokunda isə onun ideal qazın temperaturu, mütləq temperaturu göstərilmişdir. Və qazın belə bir hal diaqramı verilmişdir, belə bir dairəvi hal diaqramı verilmişdir. Və soruşulur ki, 1-dən 2-yə, 2-dən 3-ə, 3-dən 4-ə, 4-dən də sonra 1-ə qaydanda onun təzyiqi necə dəyişir? Yəni P1, P2, P3, P4 təzyiqlərinin bir-birindən müqayisəli şəkildə əlaqələndirməsi soruşulur. Hansı nöqtədə təzyiq maksimumda, hansı nöqtədə təzyiq minimumda və bu təzyiqlə bir-birinin münasibəti necə yerləşir? Məsələn, şərti bundan ibarətdir. Düzdür, burada əlavə nöqtələrlə qurmuşam. Məsələn, izahı ilə bağlı olan zərbutdan əmələ gələn hal diaqramını xarakterizə edən nöqtələrdir. Amma əsas soruşulur ki, belə bir VT koordinat sistemində ideal qazın hal diaqramı verilmişdir və soruşulur ki, 1-dən 2-yə, 2-dən 3-ə, 3-dən 4-ə və 4-dən 1-ə qaydanda belə bir dairəvi termodinamik prosesdə hal diaqramında qazın təzyiqi necə dəyişəcək və hansı nöqtədə özünün maksimumiyyətini alacaqdır. Yəni, məsələnin test tapşırığının şərti bundandır və bunu incələmək, məsələni həll etmək lazımdır. Yəni, P1, P2, P3, P4 axtarılmalıdır, onlar arası əlaqə yaradılmalıdır. Nə deyirik? Ondan ötürü biz ideal qazın Mendele-Clapeyron təlli adlanan universal təlliyindən istifadə edirik. P burada həmin ideal qazın həzmidir, P burada ideal qazın təzyiqidir və həzmidir. M burada həmin ideal qazın bildiyimiz kütləsidir, M onun mollar kütləsidir və M bölünsün M nisbəti isə bildiyimiz həmin qazın mol vahidlərində molun miqdarını göstərir. Yəni qazın bütövlüyü göstərdim, mol vahidlərində mol miqdarını göstərir. Universal qaz sabitidir, T də qazın mütləq temperaturudur. Və bunları bir-birinə əlaqələndirən Mendele-Clapeyron düsturu adlanan belə bir universal qaz düsturu var. Bu da qazın ümumi halda istənilən bu parametrlər, onun halını xarakterizə edən təzyiq, həzm, temperaturun dəyişməsi olan belə bir münasibətdə həmişə ideal qaz üçün məlum olduğunu istifadə edilmək olduğunu xarakterizə edilmək üçün ayrı adlarla. Və təzyiq soruşduğuna görə biz buradan P-ni tapsaq, P3-ünü alacaq, M bölünsün mu R, T bölünsün V alacaq. Bunu açıq-aşkar görünür. Aydın məsələ ki, M bölünsün mu verilmiş qazdan görürsün. Verilmiş qaz üçün M bölünsün mu, təbii ki, R sabit olduğunu, verilmiş qaz üçün M bölünsün mu sabit olduğu gibi ve qaz sabit olduğu gibi o nədir? Bir sabit bir kəlmə edəcək. Və ona görə biz yaza bilərik. Təzyiq əlaqədə konstant vurulsun T bölünsün mu. Halbuki konstant qeyd etmiş M bölünsün mu R'dir. Aydındır ki, həmin nöqtələrdən keçən mən koordinat başlanğıcını 2 ilə, koordinat başlanğıcını 1 ilə, 3 ilə, 4 ilə birləşdirəndə belə bir düz xətlər alıram. Həmin düz xətlər çətin görmək ki, T bərabərdir və tangens alfanın təlliyinə uyğun gələn düz xətlər. Yəni, bu düz xətlərin təlliyi tangens alfa vurulsun V'dir. Tangens alfa burada sabit kəmiyyətdir. Tangens alfa burada nədir? İstənilən nöqtədə T'nin V'yə olan nisbəti
mütləq temperatur həcmi olan nisbəti nə verəcək? Və belə bir düzcanı sücanı ötürsə, həmin düzcanı sücanı həmin düz xətlərin absorpunu, yəni həcmi müsbət istiqamətlə əməl gətirdiyi bucağın tangesini verəcəkdir. Yəni bunu açıq-aşkar görür ki, istənilən nöqtədə temperaturun həcmi olan nisbəti həmin müvafiq bucağın tangesini verəcək. Yəni bucaq əmsalı bərabər olacaq. Tangesi alfa adətən bucaq əmsalı da deyilir. Yəni yazma olan tek ölçümlü tangesi alfadır. Yəni bu nə deməkdir? Yəni bir düz xətlə uyğun gələn bucaq alfa 1'dir. 2'ye düz xətlə uyğun gələn bucaq nədir? Alfa 2'dir. 3'e uyğun gələn alfa 3'dir. Bu alfa 4'e uyğun gələn nədir? Alfa 4'dir. Aydın məsələ ki, 1'dən 2'ye, 2'dən 3'e, 3'dən 4'e və keçdikcə bucaqların qiyməti kiçilir. Yəni alfalar burada qeyd edilmişim. Alfa 1, alfa 2'dən böyüdür. Və təbii ki, bunun üzərində olan bütün nöqtələr üçün alfa ilə eyni olduğuna görə alfa 2 alfa 2 iştiraka bərabərdir. Və alfa 3'dən böyüdür. Və alfa 3 öz növbəti alfa 3 iştiraka bərabərdir və o da alfa 4'dən böyüdür. Bu aydın məsələ ki, bu bucaqlar 90 dərəcədən kiçik olduğuna görə və bu iki bucaq altında bucaqlar böyüdükcə onun tangesi böyüdüyünə görə tangesi alfa 1 də tangesi alfa 2'dən, o da tangesi alfa 3'dən, o da tangesi alfa 4'dən böyüdür. Bu aydın məsələ ki, 2'ni həmin bu çevrəni biz götürəndə 2 ilə 2 iştirir. Düz xətti üzərində yerləşdiyinə görə onların bucaq əmsalları eyni olacaqdır. Onların bucaq əmsalları eyni olacaqdır. Və bu da onu göstərir ki, biz həmin bu düstur üçün P bərabər konstant tangesi alfa aldığına görə hansı nöqtələrdir ki, bucaqlar eynidir, yəni tangesi alfa eynidir, həmin nöqtələrdə nə olacaq? Təzyiqlər bərabər olacaq. Ona görə də 2 ilə 2 iştirir, 3 ilə 3 iştirir nöqtələrdə təzyiqlər eyni olacaqdır. Amma təzyiq ümumiyyətlə tangesi alfadan asılı olduğuna görə tangesi alfa böyüdükcə təzyiq də böyür. Aydın məsələ 1'də alfa 1 daha böyük olduğuna görə onun gələn təzyiq nə olmalıdır? Ən böyük olmalıdır. Biz de bunu olaraq, analitik olaraq, yazı olaraq ifadə edilmişik ki, tangesi alfalar böyüdükcə müvafiq olaraq təzyiqlər də böyüyür. Və buradan da almış oluruq ki, P1 P2'dən böyüdür, P2 də öz növbəsində həmin iki iştirin nöqtəsinin təzyiqə bərabərdir. Üst nöqtəsinin təzyiqi P3 işarə etsə, P2 P3'dən böyük olacaq, P3 də P4'dən olacaq, təbii P3 də P3'də bərabər olacaq. Çünki aşağı getdikcə nə olur? Alfa 1'də, alfa 2, alfa 3, alfa 4'e gəlir, amma bucaqlar da kiçilir, bucaqlar kiçilir ilə tangesi alfaların qiyməti, yəni bucaq hamısı qiyməti kiçiləcək və o da təzyiq də konstant tangesi alfaya ümumi aldı. İlk üçün yazmışam, 7-2 birdən öz qiyməti ola bilər. Yəni bu hansı P1 deyil olacaq, bu olacaq nə? P1 olacaq, təzyiq nəyə bərabər olacaq? P1 vurulsun konstant tangesi alfa 1. Olursa nə olacaq? P2 tangesi alfa 2. Tangesi alfa 2 təbii ki, kiçik olduğunu görə tangesi alfa 1'dən, buradan alır ki P2 P1'dən kiçikdir. O qayda ilə də alır ki P4 P3'dən, P3 də P2'dən kiçikdir, P2 də P1'dən kiçikdir və yaxud da əksinə. Yazılır ki P1 böyüdür P2, o da öz növbəsi bərabər P2 iştiraka və o da böyüdür P3'dən, P3 də öz növbəsi P3 də öz növbəsində üstündən burada qeyd edilir, P3 iştiraka bərabərdir. Yəni üçlük nöqtəsindəki təzyiqə bərabərdir. P1 böyüdür P2'dən, o da bərabərdir P2 iştiraka, o da böyüdür P3'dən, o da öz növbəsində bərabərdir P3 iştiraka. O da öz növbəsində böyüdür P4'dən. Bax bu qaydada, yəni belə hallar olanda, mütləq universal qaz sabiti, universal Mendel Klaperon təlli adlanan universal qaz təllilini, təlli formulasını düzgün istifadə etmək lazımdır və tələb olunana uyğun olaraq araşdırma yapmaq lazımdır. Araşdırma nəticəsində də məsələ əlini tapır. Yəni belə bir dairə diagram, hal diagramı verilirsə, ideal qaz üçün biz bu düsturun araşdırmasından görürük ki, P1 nöqtəsinin təzyiqi ən böyüdür, ən kiçik təzyiq isə P4 nöqtəsindədir. Onun da izahı, analitik izahı budur. Və bu düz xətlərin də təlliyi, düz xəttin təlliyi də, koordinat maşını üçün düz xəttin təlliyi də, orada temperatur və tang hesabı. Yəni bir il bərabərdir Kx. Düz xəttinin təlliyinin müvafiq olan tang hesabı burada sabitdir. T, orada okumda yerləşir, V isə absorpsiyon yerləşir. Onun da təlliyi T və tang hesabı və belə düz xətlər verir. Bunlar o ilk qırqırı göstərmişəm ki, nə həcim, nə temperatur sıfır qiymətini ala bilməz. Ona görə də biz sadəcə analitik olaraq bunu ifadə edilmizdə bunlar düz xət şeklində yazmışam, amma bu sıfır nöqtəsində ideal qaz ala bilməz. Çünki mütləq sıfır almaq mümkündür və ideal qazla gəlib sıfır almaq olmaz. Yəni sonra qazın ümumi təhlil araşdırılması nə var, real vəziyyətə uyğun gələn hallar nəzərə alınlarla bu qiymətləndirmə və təhlil aparılır. Ona görə burada 40-40 göstərmişik ki, yəni ki, həcm sıfırdan böyük olanda, temperatur da sıfırdan böyük olanda belə bir təhlilinin, araşdırmanın nəticəsində P1'in
bir nöqtəsində təzyiqin ən böyük maksimum qiymət aldığını görürük. 4 nöqtəsində təzyiqin ən kiçik olduğunu görürük. Və belə araşdırma nəticəsində testin cevabı olacak böyle bir şey. P1 böyle olacak P2'de, o da öz nömrəsində olacaq P3'de, o da öz nömrəsində olacaq P4'de. Sağa sonra P2 işleri, P3 işleri ise özüm qeyd edilmişəm ki, onlar 3 ilə 3 işleri, 2 ilə işleri eyni düzgət üzərində olduğunu görə onlara uyğun gələn təzyiqlərin də həmin nöqtələrdə halda uyğun gələn həmin nöqtələrdə ideal qazın təzyiqləri də eyni olacaqdır. Maksimum təzyiq olacaq. Bir nöqtəsində, minimum təzyiq isə olacaq 4 nöqtəsində. O qədər. Eğer maraqlandı, xoşunuza gəldiysə, bunu bəyəni bilərsiniz, paylaşa bilərsiniz və bu səhvkidə bundan da ki, digər xarakterli məsələlərlə sizin maraqlanan məsələmizi müraciət edə bilərsiniz və həmin sizin müraciətiniz formatında və kontekstində də biz növbəti dərslərimizi, daha doğrusu maarifləndirici növbəti dərslərimizi həm fizikada, həm riyaziyyatdan olmaqla işıqlandıra bilərik. Bu qədər. Gələn video dərslərimizdə görüşəncə özünüzdən müayət olun, sağ olun, salamat qalın.